Salam, bugün çoxdan təxirə saldığım bir işi görürəm, otaqlarımı təmizləyirəm. Bilirəm çoxlarınızın da eyni ilə mənim kimisiniz, fikirləşirsiniz, birazdan edərəm deyə axıra saxlayırsınız. Amma gəlin bugün fərqli olsun, hazırsınızsa başlayaq. Burada rəflərin tozunu alıram. Həmişə deyirəm ki, durub təmizləyəcəm, amma tənbəllik edirəm, durub təmizləmirəm, qalır. Amma bugün qərar verdim ki, bunları təmizləyəcəm. Qızlar, yeni kitab almışam. Aysel Şıxlının Qanadsız Mələk kitabıdır. Oxuyanlar bilir, oxumayanlar da çox şey edirəm. Çox gözəldir, qiyməti 8.90-dır. Alıb oxuya bilərsiniz. Mən oxumuşam, yox, oxumamışam. Əslində yarısını oxumuşam, yarısı qalıb, düzü vaxtım olmur. Siz hansı kitabları oxumusunuz və ya tövsiyə edirsiniz, onu rəylərdə yazarsınız. Mən imtahanımı bu il verdim və yaxşı nəticə topladım. Hər bir tələbəyə uğurlar arzulayıram. Kitablarımı ən uyğun qiymətə istəyən olsa verə bilərəm. Yəni rəfdə çoxdur kitab. Bu arada özüm haqqında məlumat verim. Mən 2006-cı iləm, yəni bu il imtahan versəm də, keçən il balım çatmadığına görə kəsilmişdim. Bu il təzədən verdim, fortepiano üzrə verirəm. Buraxılış imtahanını verdim, balımı yığdım. 103,6 bal çıxdı. İndi qabiliyyət imtahanım qalıb, əsərlərə hazırlaşıram. Hər birinizə uğurlar diləyirəm. Bu imtahanımda mən riyaziyyatdan hazırlığa getdim. Bir də bir ay ingilis dilindən. Keçən il üçündən də getmişdim hazırlığa. Amma bu il özüm hazırlaşmışdım və yaxşı nəticə gördüm. Tövsiyəm odur ki, əgər getmisinizsə hazırlığa, yəni bilirsinizsə, özünüz hazırlaşmağınız daha məsləhətlidir. Yenə də mən özümə güvənib o imtahana girmişdim və yaxşı nəticə topladım. Bəzi insanlar düşünür ki, fortepianonu ifa etməyə nə var, rəsmi çəkməyə nə var, 5-ci qrup çox asandır. Əslində elə deyil. Düzdür, balı az ola bilər, amma sənət daha çətindir, nəinki qrup oxumaq. Hər işin öz çətinlikləri var, amma bu daha fərqlidir da. Bunu çala bilməsən, rəsmi, yəni bacarığın olmasa gedə bilmirsən. Gərək bacarığın və həvəsin ola. Elə uşaqlar da var ki, həvəsi var, yəni bacarığı var, ifa edə bilir. Sadəcə çətinliklə üzləşəndə yorulur, deyir istəmirəm, fikirlərini tez-tez dəyişir. O mənə təbii ki, yəni ifa etməyi bacara bilirəm, yəni həvəsim var, amma nəsə mənə çətin gələndə yoruluram, istəmirəm ifa etmək, amma motivasiyadan düşmək lazım deyil. Müəllimələrim həmişə mənə deyərdi ki, hər işin öz çətinliyi var. Hər işdə çətin yol var. Gərək o çətinliyə dözəsən. Dözəndə səni daha yaxşı mükafatlar gözləyir. Yəni həyatında yaxşı mükafatlar olur. Düşünürəm ki, hər çətinlik olacaq. Yəni qarşıda hər çətinliklər olacaq və mən bu çətinlikləri qalib gəlməliyəm. Musiqi məktəbinə gedən hər uşaqda yəqin ki, bu fortepiano görə kitabdan var. O bizim ilk başlanğıcımızdır. Burada masa dağılıb, onları toplayıram, sərgiyə salıram. Bir də qızlar, bu çinkaboy mazı mən aptekdən almışdım. Dedilər təsiri var, amma mən effektini görmədim. Burada paltarlarım dağılmışdı, onları da sərgiyə saldım. Təmizliyimiz bu qədər. Əgər bəyəndinizsə kanalımıza abunə olmağı və like atmağı unutmayın. Növbəti videomuz nə haqda olsun, onu rəylərdə yazarsınız. Sağ olun.